Xəbər verdiyimiz kimi dekabrın 2-si Bakıda yaşadığı evin hamamında 18 yaşlı Leyli Məmmədovanın meyti tapılıb. Sosial şəbəkələrdə mərhumun fotoları paylaşılıb. Şəmkirdə mikroavtobus aşıb. Hadisə Seyfəli yolu yaxınlığında baş verib. Hərəkətdə olan Mercedes markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı su kanalına düşüb. Qəza zamanı 12 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Məlumata görə mikroavtobusda 23 nəfər sərnişin olub. Onlar Yevlaxdan Şəmkirə istixanaya işləməyə gedənlər imiş. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Hazırda 10 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.